Hərdən mənə deyirlər ki, sən yaxşı elmi danışa bilərsən, məsələn, tədrislə məşğul ola bilərsən. Məsələn, zikr-i müsibət, sən biraz məsələn, zikr-i müsibət deyirsən, sən şənü azaldır. Bəzi nadan insanlar da məsələn, belə iradlar tutur ki, bu cəmaatı ağladır orada. Cavabım budur ki, əslində səviyyənin yüksəkliyini göstərir bu zikr-i müsibət. Bilirsiniz niyə? Ona görə ki, bu zikr-i müsibət zirvəni göstərir sənə. Deyir, bax, gör, kimlər var, İmam Hüseyni göstərir, Həzrət Əbəlfəzi göstərir. Sənin səviyyəvi qaldırmaqdır əslində bu. Bu zikri müsibətin məqsədidir ki, yuxarı bax, gör, hara gedib çata bilərsən. Elm o işin öhdəsindən gələnmir. Elm əladır, elmi söhbətlər olmalıdır, tədris olmalıdır, kitablar yazılmalıdır. Şükür Allah, indi Allah qismət edib, biz də yavaş-yavaş yazmağa başlamışıq. Bunlar hamısı elmi bəhslər olmalıdır, amma eyni zamanda ancaq bu gəncləri qane eləmir. Ona hədəf göstərir. Bax, İmam Məclisi bu deməkdir. Səviyyə nə edirlər? Yüksəklik deyil, bəli, İmam Məclisi səviyyədir. Çünki yüksək zirvəni insanlara göstərir. Təkcə göstərmir, şövqünü ürəyə salır, həyəcan yaradır, emosiyaları da hərəkətə gəlir. Təkcə beyni yox, ağlaya bilir, yana bilir. Bu ağlamaq elə bilir aciz adamın zarımağıdır. Yox, bu ağlamaq insanda şövq yaradır, həvəs yaradır. Bu ağlamaq insanın gücünün əlamətidir, acizliyinin əlaməti deyil. Bizim inkişaf yolumuz budur.